Hörmətli müəllimlər və əziz şagirdlər, bu gün sizə sirr, qorxu və ədalətin mübarizəsindən bəhs edən bir səhnəcik tərtib edəcək. Bəzən qorxu insanları susturur, bəzən həqiqət gizlədilir. Amma elə insanlar var ki, həqiqətli izləyən düşməkdən qorxmurlar. İndi sizi ağlı, diqqəti və müşahidə qabiliyyəti ilə hər kəsi heyrətləndirən məşhur detektivlə görüşə dəvət edirik. Ağlasın, gəldim mi? Gəl, onlara bak. Sana şık bak. Holmes, bu məktub anlaşılmazdır. Sadəcə rəqəmlər yazılır. Rəqəmlər vermişən həqiqəti gizlədir, Watson. Bu şifrə xəbərdarlıq deyil. Kimə? Qorxu vadisində yaşayan binə və təhlükə artıq başlayıb. 534 binanın 5-ci mərtəbəsi, 3-cü otağın 4-cü qapısıdır. 127 elbir, otaq 2 və 7, pəncərə 7-nindir. Salam cənablar. Salam inspektor. Qətl başlayır. Deməli gecikmiş ikili. Cənab Holmes, cəsəd burada tapılır və divarda belə qəribə bir şey olur. Bu təsadüf deyil. Ayaq izi böyükdür. Deməli şey. Barış izi sağ divardadır. Deməli solokoydur. Bu möhür bizim təşkilatın işarəsidir. Deməli, o təşkilat hər də fəaliyyət göstərir. Bəli, qorxu vadisi boşuna belə adlanmayın. Siz çox şübhəli görürsünüz. Mən heç etmədim. Bəs niyə nəsis deyil? Tutun onu. Cənablar, bütün ipuçları bizi bir həqiqətə gətirdi. Bu cinayət şəxsi deyil, bu qorxunun hökm sürdüyü bir sistemdir. Deməli, o tək deyil. Xeyr, əsl təhlükə kölgədədir, amma ədalət gec-tez qalib gəlir. Qorxu insanı sustura bilər, amma həqiqət heç vaxt susmaz.